Salam əziz izləyicilər, Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi 20 sınaq kitabından 7-ci sınağın izahı ilə davam eləyək. 7-ci sınağımızda cümlənin baş üzvləri, cümlənin ikinci dərəcəli üzvləri mövzularını əhatə edir. Başlayaq birinci sualımızdan. Birinci sualda bizə deyir ki, zərfliyi feili xəbərə aid olmayan cümlələri müəyyən edin, deyir. Baxırıq, ümumiyyətlə, feili xəbərli cümlələri variantlardan silirik. Baxırıq, üçüncü cümləmizdə göz oxşuyurdu, mürəkkəb feillə ifadə olunub, silirik. Tamamlanacaq, xəbər şəklində olan feillə ifadə olunub, bunu da silirik. 3 ilə 4-ü silirik, qalır 1, 2, 5. Baxaq bir-bir. Axşam idi xəbərimiz, nə vaxt, nə zaman Şuşaya çatanda. Bəli, yer zərfliyimiz ismi xəbərə aiddir, biri götürürük. Rahatdır feilimiz, xəbərimiz daha doğrusu yollar, mübtəda, nə vaxt, nə zaman, yenə burada belə deyək də, zaman zərfliyimiz ismi xəbərə aiddir, ikini də götürürük. Şəhərimiz, səfərimiz indi Kəlbəcərədir. Nə səfərimiz, nə vaxt, nə zaman, indi. Burada da yəni zaman zərfliyimiz ismi xəbərə aiddir. 1, 2, 5 oldu sualımızın cavabı. Gələk növbəti ikinci testimizə. 2-də bizə deyir ki, klasteri tamamlaya bilən nümunələrdir. Xəbəri sualı tələb etməyən cümlədir. Baxırıq, xəbəri sual tələb etməyən cümlə deyirsə, biz əsasən variantlarda ya predikativ söz axtarmalıyıq. Var, yox, lazım, gərək, mümkün, bəs ya da sual əvəzlikləri. Yəni, onlar suala cavab vermir və müstəqil şəkildə cümlə üzvü ola bilir. Baxırıq birinci cümləmizə. İndi sərhəd bölgələrində vəziyyət necədir? Xəbərimiz sual əvəzliyi ilə ifadə olunub, deməli, suala cavab vermir, biri götürəcəyik. İşləri vaxtında tamamlamaq mümkündür, yəni predikativ sözlə ifadə olunub, bu da suala cavab vermir, ikini götürəcəyik. Kitab insan ruhuna məlhəmdir. Məlhəm sözü isimdir, suala cavab verir, yəni bunu çıxırıq. Tez sağalın, sağalındır, yenə təsriflənən feildir, burada da cavab verir, ona görə cavabımız olacaq B bəndi 1, 2. Gələk növbəti üçüncü testimizdən davam edək. 3-də bizə deyir ki, 3-də bizə nə deyir? 3-də bizə deyir ki, bir cümlədə mübtədanın ifadə vasitəsinin tərkibində yönlük halda olan söz var. Baxırıq mübtədanın ifadə vasitəsinin tərkibinə. Deməli, günahkardır. Kim günahkardır? Şəxs. Qeybətə qulaq asın. Şəxs qeybət edən şəxs qədər günahkar. Deməli, şəxs günahkardır. Mübtədamız şəxs sözüdür və bunun tərkibində də yönlük hallı söz yoxdur. Burada yönlük hal qeybətə sözündə var, yönlük hal şəkilçisi. Bu da qeybətə qulaq asan, bu da təyin vəzifəsindədir. A getdi. Qənaətə riayət edən yoxsul olmaz. Yoxsul olmaz kim? Qənaətə riayət edən. Qənaətə riayət edən bizim mübtədamızdır. Eyni zamanda tərkibində yönlük hallı söz var. Elə cavabımız yəqin ki, B olacaq. Yalnız kara gələn məsləhətlər yaxşı məsləhət sayıla bilər. Deməli, məsləhətlər sayıla bilər. Hansı məsləhətlər kara gələn? Burada da məsləhətlər sözü mübtədadır, yönlük hal yoxdur. Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir. Qəlbləri riqqətə gətirməkdir. Nə? Musiqinin məqsədi. Mübtədamız ismi birləşməklə ifadə olunub, tərkibində yönlük hal yoxdur. Çıxacağım yerə səbri nərdivan edirəm. Burada da yerə sözü zərflik mövqeyindədir, yəni mübtəda deyil, cümlənin mübtədası buraxılıb. Oldu üçüncü sualımızın cavabı da B variantı. Hansı cümlədə təyin baş üzvə aiddir? Səmimiyyətlə deyilən söz ürəklərə yol tapır. Deməli, yol tapır xəbər, nə yol tapır? Söz, hansı söz? Səmimiyyətlə deyilən. Deməli, elə A bəndində təyin, səmimiyyətlə deyilən feili sifət tərkibi mübtədaya aiddir. İnsanlar ancaq layiq olduqları şöhrətə sahib ola bilərlər. Sahib ola bilərlər xəbər, nəyə? Şöhrətə, hansı şöhrətə? Layiq olduqları. Deməli, burada təyinimiz var, amma təyinimiz baş üzvə yox, tamamlığa aiddir. Ona görə bunu çıxırıq. Sevinç, səmimiyyət olan evlərdə yaşayır. Sevinç yaşayır. Burada da yenə yaşayır, nə yaşayır? Sevinç, harada yaşayır? Evlərdə, zərflikdir. Hansı evlərdə? Səmimiyyət olan. Yenə də təyin var, amma yer zərfliyinə aiddir. Qəzəbli adamları eşitmək zülmün başlanğıcıdır. Yenə zülmün başlanğıcıdır xəbər. Nə? Qəzəbli adamları eşitmək. Bu da məsdər tərkibidir. Burada da təyin yoxdur. Yəni biz bilirik ki, feili birləşmənin, belə deyək də, feili birləşmənin qarşısındakı söz, onu ayrıca təyin götürmək ixtiyarımız yoxdur. Yəni, qəzəbli adamları eşitmək hamısı bir yerdə məsdər tərkibidir. Sevgi və şəfqət insanlığın məhəng daşıdır. Burada da yenə insanlığın məhəng daşıdır. Nə? Sevgi, şəfqət. Burada da yenə cümlədə təyin yoxdur. Həmcins mübtədalar var. Gələk növbəti 5-ci sualımızdan davam eləyək. 5-də deyir ki, mübtəda və tamamlıq hansı cümlədə eyni suala cavab verir? Bu nə vaxt mümkündür? Yəni, mübtəda nə sualına cavab verə bilər? Bilirik ki, kim, nə, hara. Mübtəda nə sualına cavab verir? Eyni zamanda tamamlıq, qeyri-müəyyən təsirli halından ifadə olunan tamamlıq da nə sualına cavab verə bilər? Burada indi baxaq bir-bir variantlara. Sevgin yoxdursa dost axtarma. Burada yoxdursa nə? Sevgin. Bu nə sualına cavab verdi mübtədamız? Axtarma nə? Dost.
Dost sözü də burada tamamlıqdır və nə sualına cavab verir. Təsirli haldadır. Nə sualına cavab verir. Burada sevgin sözü də mübtədadır, o da nə sualına cavab verir. Elə sualımızın cavabı olacaq A variantı, A variantı. Sonra B-də deyir ki, B-də bir dəqiqə buranı bir təmizləyək. Hə. Qüvvətli ruh zəifləmiş bədəni xilas edər. Deməli, zəifləmiş bədəni xilas edər. Burada yenə baxırıq, xilas edər, nə ruh xilas edər. Hansı ruh qüvvətli, tamam təyindir. Hansı bədəni zəifləmiş, nəyi xilas edər? Bədəni. Yəni mübtəda ruh mübtədadır, bədəni tamamlıqdır və biri nə, biri nə, daha doğrusu nəyi sualına cavab verir. Ona görə bu eyni suala cavab vermiş kimi götürə bilmərik. İnsan olmasaydı kainat da olmazdı. Burada insan olmasaydı, mövcud olmasaydı, kainat da mövcud olmazdı, var olmazdı. Yəni burada bu cümlələrdə ümumiyyətlə tamamlıq yoxdur. Oxumağı bacaran hər insanın bir kitab olduğunu görəcəksən. Nəyi? Oxumağı bacaran hər insanın bir kitab olduğunu. Bu da mübtədası buraxılmış, belə deyək də. Ümumi şəxsi cümləyə də oxşuyur daha çox. Ümumi şəxsi cümlə kimi düşünək bunu. Burada da ümumiyyətlə mübtəda yoxdur deyək, tamamlıq da yoxdur. Yox, nəyi görəcəksən? Oxumağı bacaran hər insanın bir kitab olduğunu. Tamamlıq var, amma mübtəda yoxdur. Qənaət özü dövlət deməkdir. Dövlət deməkdir nə? Qənaətin özü. Burada da yenə tamamlıq yoxdur. Sonra fe'li xəbərli cümlələri istəyir bizdən. Qənaət etməyəni dünya malı da zəngin etməz. Fe'li xəbər deyirsə, biz yalnız fe'lin təsriflənən formaları, yəni fe'lin şəkillərini xəbərdə görməliyik. Zəngin etməz, burada xəbər şəklində olan fe'ldir. Xəbər şəklində gələcək zamanda olan, qeyri-qəti gələcək zamanda olan fe'ldir, fe'li xəbərdir. Amal uğrunda ölmək əbədi yaşamaqdır. Maq, məstər var, bu ismi xəbərdir. Mənim bildiklərimin çoxu qəzetdən öyrəndiklərimdir. Yenə dık plus mənsubiyyət, fe'li sifət şəkilçisi var, ismi xəbərdir. Ən yaxşı mükafat insanın daxilinin rahat olmağıdır. İnsanın olmağıdır, ismi xəbərdir. İsmi birləşmədir. Burada da bizdən fe'li xəbər istəyir. Vaxtımız məhdud olduğu üçün yalnız dəyərli kitablar oxumalıyıq. Burada vacib şəkli var. Deməli, bu fe'li xəbərdir. 1 və 5 oldu cavabımız E variantı. Gələk növbəti 7-ci testdən davam eləyək. 7-də deyir, altından xətt çəkilmiş hansı ifadə cümlədə həm haqqında danışılanı, həm də obyekti bildirir. Deməli, bizdən belə bir şey istəyəndə həm haqqında danışılan, həm obyekt deyirsə, biz nə axtarmalıyıq? Biz əsasən variantlarda baxaq, məchul növdə olan fe'li axtarmalıyıq. Məchul növdə olan fe'li axtarmalıyıq. Yəni o məchul növdə olan fe'ldə də subyekt, obyekt eyni şəxs olsun da, belə deyək. Bax, sən Ağdamda olanda mənə məlumat verərsən, sən məlumat verərsən. Burada cümlədə subyektdir. Sən sözü cümlədə subyektdir. Yəni obyekt deyil. Həm də obyekt bildirir. Bu yanlış fikirdir. Orxan oxuyan kitabları da götürərik. Deməli, burada Orxan subyektdir, Orxan oxuyan. Yəni, bunu biz obyekt kimi düşünə bilmərik. Obyekt burada kitabdır. Ona görə B-də çıxdı. Mən tədbirdə dünəndən dəvət olunmuşam. Deməli, burada baxırıq, həm haqqında danışılanı, həm də obyekt bildirir. Mən dəvət olunmuşam. Yenə baxırıq, xəbərimiz fe'lin məchul növündədir. Kimsə tərəfindən dəvət olunmuşam. Mən burada obyektdir. Yəni ki, subyekt cümlədə iştirak eləmir da. Mən kimsə tərəfindən məclisə, tədbirə, nəyəsə dəvət olunmuşam. Elə cavabımız C olacaq. Təmir olunmuş yollarla rahat gedirdik. Burada yollarla obyektdir, subyekt deyil. Az sonra başqa bir kəlbəcər görəcəyik. Burada da yəni obyekt. Söz birləşməsi cümlə üzvü yerində işləndiyi nümunə hansıdır? İşsiz, gücsüz həyat heç nəyə oxşamır. Nə həyat, hansı həyat işsiz, gücsüz. Bu mürəkkəb sifətdir, amma söz birləşməsi hesab olunmur. Heç nəyə mürəkkəb tamamlıqdır. Daha doğrusu, üzr istəyirəm. Mürəkkəb əvəzlikdir, amma nitq hissəsi kimi mürəkkəbdir da. Yəni cümlə üzvü kimi biz bunu söz birləşməsi götürə bilmərik. Bu sadə cümlə üzvüdür. A-da yoxdur. B-də zəhmət bizi mənəvi istirabdan xilas edər. Zəhmət xilas edər, yəni xilas edər xəbərimizdir. Nə? Zəhmət nədən xilas edər? İstirabdan, hansı istirabdan? Mənəvi kimi bizi. Yəni bütün cümlə üzvlərimiz nitq hissələri ilə ifadə olunur. Burada da heç nə yoxdur. Dostu olmayan bu dünyada qəribdir. Deməli, qəribdir kim? Qəribdir kim? Dostu olmayan. Burada dostu olmayan deyəndə bunu dostu olmayan, dostu var olmayan, mövcud olmayan mənasında elə bilirəm ki, bunu söz birləşməsi kimi götürmək olar. C variantı olacaq yəqin ki, sualımızın cavabı. Həqiqi eşq və dostluq nadir nemətdir. Nemətdir nə? Eşq, dostluq. Necə nemətdir? Nadir. Burada həmcins mübtədalar var, amma söz birləşməsi yoxdur. İş həyatdan həzz almağın bir üsuludur.
Burada da. Həyatdan həzz almağın üsuludur xəbər, nə iş. Burada da mübtədamız var. Xəbərimiz burada da söz birləşməsi ilə ifadə olunub. Eyni zamanda C-ni də elə bilirəm ki, götürmək olar. Çünki burada var olmaq, mövcud olmaq mənasındadır. Yəqin ki, sualımızın cavabı C-yi. Yəni testdə problem var. 2 cavab uyğun gəlir burada. Sonra gələk növbəti testimizə. Növbəti 9-cu testimizdən davam eləyək. 9-da deyir, fərqləndirilmiş ifadələr əsasında Venn diaqramında yol verilmiş səhvləri bizdən istəyir. Baxaq. İnanılmaz möcüzələr yaratmağa qadirsiniz. Ananın göz yaşları, daş ürəkləri də yumşaldır. Baxırıq birinci cümləmizə, birinci fikrimizə. Mübtədanı izah edir. Deməli, qadirsiniz. Cümlədə heç mübtəda yoxdur. Mübtədası buraxılan. Siz inanılmaz möcüzələri yaratmağa qadirsiniz. Mübtədası buraxılan, belə deyək də, müəyyən şəxsi cümlədir. Qadirsiniz nəyə? İnanılmaz möcüzələr yaratmağa. Cümlə tamamlıq və xəbərdən ibarətdir. Bu inanılmaz sözü də məsdər tərkibinin asıl tərəfidir. Buna görə bu mübtədanı izah edir. Fikri oldu yanlış. İkinci dərəcəli üzvdür deyir. Burada inanılmaz sözü ayrıca üzv deyil. Tərkibə daxildir. İkinci dərəcəli üzv olur, amma tərkibin içində. Daş, ananın göz yaşları, daş ürəkləri də yumşaldır. Yumşaldır nə? Ananın göz yaşları, nəyi? Ürəkləri. Burada da bu daş sözü ikinci dərəcəli üzdür. Yəni bu da səhvdir. Ortada olmalıdır bu fikir. Tamamlığı izah edir. Dedik ki, birinci cümlədə özü elə tamamlıqdır da, tamamlıqdır. Məsdər tərkibi tamamlıq vəzifəsindədir. İzah edir kimi fikir səhvdir. Varmı elə cavabımız? 1, 2, 3 var. İndi baxaq 4-ə. İsimlə ifadə olunub deyir. Daş sözü bəli. Birincidə inanılmaz feili sifətdir. Yox, inanılmaz daha doğrusu sifətdir, amma daş sözü isimdir. İsimdir. Daş ürək isimdir, sifətləşib. Bu düzgün fikirdir. Təyinin sualına cavab verir. Bəli, daş sözü burada təyindir. Birincidə inanılmaz. Məsdər tərkibində daxil olduğuna görə biz ona ayrıca sual verə bilmirik. Yəni ona görə 5 də burada düzgündür. 1, 2, 3 yanlışdır. Nümunədə hansı cümlə üzvləri nitq hissəsi ilə ifadə olunub? Baxaq burada 10-cu sualımızla davam eləyək. Deməli, bir dəqiqə. Onda nə deyir bizə? Deyir ki, hansı cümlə üzvləri nitq hissəsi ilə ifadə olunub? Mən təlim işində illərlə saç ağartmışam. Deməli, təhlil eləyək. Saç ağartmışam. Kim, mən, nədə, təlim işində, nə qədər illərlə. Zərflikdir. Deməli, deyir ki, hansı cümlə üzvləri nitq hissəsi ilə ifadə olunub? Mübtədamız nitq hissəsi ilə ifadə olunub. İllərlə də nə qədər zərfliyimiz mübtəda və zərflik 1 və 3 olacaq sualımızın cavabı. Nöqtələrin yerinə hansı söz əlavə olunsa nümunənin tərkibində zərflik də olar. Deməli, dostumuz məgər gedib, dostumuz haçan gedib, dostumuz avtobusla gedib. Bir-bir baxaq. Məgər sual ədatıdır. Burada heç nə olmayacaq. Haçan, nə vaxt, nə zaman. Bu haçanı bura artırsaq bu zaman zərfliyi olacaq elə, haçan gedib. Avtobusla gedib. Burada nə ilə sualına cavab verəcək olacaq tamamlıq. Həm də bağlayıcıdır. O heç bir cümlə üzvü olmayacaq. Doğrudan da modal sözdür. Bu da cümlə üzvü olmayacaq. 9-cu sual, 10-cu sualımızın cavabı olur B variantı. Gələk daha doğrusu 11-ci sualımızın cavabı oldu B variantı. 12-dən davam eləyək. 12-də deyir, bir cümlənin tərkibində tamamlıq nitq hissəsi ilə ifadə olunub. Tamamlıq nitq hissəsi ilə ifadə olunub. İndi baxaq görək 12-də nə verir bizə? 12-də nə verir? Deməli, başqalarını alçaldanın özü ən alçaq adamdır. Özü ən alçaq adamdır. Kim? Alçaq, deməli, adamdır xəbər. Bizə deyir, tamamlıq nitq hissəsi. Kim? Başqalarını alçaldanın özü. Bu hamısı olur mübtəda. Necə adamdır? Alçaq adamdır. Bu cümlədə tamamlıq heç yoxdur. Susmaq insanın eyiblərini örtür. Nə edir? Örtür. Nə örtür? Susmaq. Nəyi? İnsanın eyiblərini. Tərkibində tamamlıq nitq hissəsi ilə ifadə olunub deyir. Burada insanın eyiblərini söz birləşməsidir. B getdi. Qəzəbin dərmanı susmaqdır. Susmaqdır nə? Qəzəbin dərmanı. Bu cümlədə də ümumiyyətlə tamamlıq yoxdur. Hər şeydə ən yaxşı ölçü vahidi təcrübədir. Təcrübədir. Nədir? Təcrübədir. Nə? Ölçü vahidi mübtəda. Nədə? Hər şeydə. Bax, bu tamamlıqdır. Hər şeydə qeyri-müəyyən əvəzlikdir. Yəni nitq hissəsi olaraq mürəkkəbdir, amma cümlə üzvü olaraq biz bunu sadə cümlə üzvü hesab edirik. Yəni nitq hissəsi ilə ifadə olunan tamamlıq hesab edirik. Elə D olacaq cavabımız. Yəqin ki, kitabla tənha oturmaq axmaqlarla oturub durmaqdan daha yaxşıdır. Burada da baxırıq. Yaxşıdır. Nə?
Kitabla tənha oturmaq mübtəda, nədən yaxşıdır? Axmaqlarla oturub durmaq. Bu da tamamlıqdır. Yenə tamamlıq nitq hissəsi ilə ifadə olunub deyir, amma burada tamamlıq nə iləndir? Belə deyək də, məsdər tərkibi ilə ifadə olunub. Bu da yanlış fikir. Gələk 13-cü testimizdə. Cümlənin qrammatik əsası hansı sözlərdən ibarətdir? Qeybət bəsirət ruhlu insanların sevimli qeybət bəsit ruhlu insanların sevimli əyləncəsidir. Baxırıq yenə. Deməli, burada bizdən nə istədi? Qrammatik əsas. Qrammatik əsas deyirsə biz mübtəda və xəbəri tapmalıyıq. Qeybət insanların sevimli əyləncəsidir. Elə qeybət 1-i götürürük. İnsanların 4 yazılıb. 5, 1, 4, 5, 6. Bu da olacaq C variantı. 14-cü testimizlə davam eləyək. Xəbər əsas nitq hissəsi olan hansı sözlə ifadə oluna bilməz? Əsas nitq hissəsi olan hansı sözlə? Əlbəttə sözü ümumiyyətlə modal sözdür, əsas nitq hissəsi deyil. Çalışan sözü əsas nitq hissəsidir. Bununla ifadə oluna bilər. Məsələn, deyirəm ki, dostum çalışandır. Məsələn, ifadə oluna bilər. Hətta köməkçi nitq hissəsidir. Dayanarkən əsas nitq hissəsidir, amma feili bağlamadır. Biz bilirik ki, xəbər feili bağlama ilə ifadə oluna bilməz. Yoldadır, məsələn, təzriflənən nədir? Yerlik halda olan isimdir, bununla da ifadə oluna bilər. Gələk növbəti 15-ci testimizlə davam eləyək. Görək bizdən nə istəyir. 15-də nə deyir bizə? 15-də deyir ki, tərkibindəki səbəb zərfliyi ismi xəbərə aid olan cümlədir. Deməli, səbəb zərfliyi və ismi xəbər. Ali təhsil almaq üçün Qarabağ Universitetini seçdi. Qarabağ Universitetini seçdi. Seçdi, nə məqsədlə seçdi? Ali təhsil almaq üçün. Biz demişik ki, deməli, burada seçdi. Birinci seçir, məqsədi nədir? Ali təhsil almaq. Biz demişik, məqsəd zərfliyindəki, bax, bu ali təhsil almaq üçün, məqsəd zərfliyindəki iş xəbərdəki işdən sonraya aid olur. Amma səbəb zərfliyində xəbərdəki işdən əvvələ aid olur. Ona görə A yanlışdır. Həm də burada ismi xəbər deyir. Seçdi feili xəbərdir, yəni ki, bu baxımdan da yanaşmaq olar. Məsələn, belə də variantlar çıxdaş eləyə bilərsiniz. Dincəlməyə Kəlbəcərə gedəcəklər. Yenə burada dincəlmək üçün məsdər tərkib, məqsəd zərfliyidir. Eyni zamanda gedəcəklər feili xəbərdir. Hidayət Heydarov, deməli, 33-cü yay olimpiya oyunlarında çempion olmağa görə ciddi məşq edirmiş. Məşq edirmiş yenə feili xəbərdir. Burada da yoxdur. Ustad sənətkarlardan dərs aldığı üçün sevilən müğənnidir. Deməli, sevilən müğənnidir xəbər. Necə müğənnidir? Sevilən. Nə səbəbə? Ustad sənətkarlardan dərs aldığı üçün. Bax, bu hamısı bir yerdə nə səbəbə? Səbəb zərfliyidir. Olacaq D variantı. Çoxlarına görə qələbə Qarabağ futbolçularının idi. Nə idi? Qarabağ futbolçularının idi, nə qələbə. Burada çoxlarına görə də ara sözdür. Sonra gəldik 16-cı testimizə. Yerinə görə ismi xəbərin ifadə vasitəsi olan, bilən və hərəkət bildirən sözləri müəyyən edin. Deməli, baxırıq. Bizdən ismi xəbər istəyir. Döyüş sözü bilirik ki, döyüş sözü ismi xəbərdə ola bilər, feili xəbərdə ola bilər və hərəkət bildirən sözləri bizdən deyir. Hərəkət bildirən sözləri. Yəni biz ona görə bunu tam əminliklə deyə bilmərik. Danışan sözü ismi xəbərin ifadə vasitəsidir və hərəkət bildirən sözlər istəyir. Bizdən ismi xəbərin ifadə vasitəsi, danışanı götürə bilərik. Danışan, yəni yalnız ismi xəbərin ifadə vasitəsi ola bilər, feili sifət məsdər. Danışıq sözü isimdir. Bu da belə deyək də, danışıq sözü yenə ismi xəbərin ifadə vasitəsidir, amma hərəkət bildirmir. Götürmək olmaz. Görmək sözü ismi xəbərin ifadə vasitəsidir, eyni zamanda hərəkət bildirir. 4-ü də götürə bilərik. Oxunuş sözü də isimdir. Bu da ismi xəbərin ifadə vasitəsidir, hərəkət bildirmir. Elə cavabımız olacaq 2 və 4. E variantı. 17-də nə deyir? Altından xətt çəkilmiş söz hansı ifadə ilə əvəz olunsa, haqqında danışılan barədə məlumatın məzmunu dəyişməz. Deyir ki, qurd dərisini dəyişə bilər, fikrini dəyişə bilməz. Fikrini də. Deyir ki, altından xətt çəkilmiş söz hansı ifadə ilə əvəz olunsa, haqqında danışılan barədə məlumatın məzmunu dəyişməz. Yəni ki, eyni məzmunda qalar da. Qurd dərisini dəyişə bilər, ancaq fikrini dəyişə bilməz. Yəni, eyni məzmunda elə A bəndində qalar da, A-da qalar. Amma deyir, qurd dərisini dəyişə bilər, fikrini də. Burada başqa məzmun ifadə eləyir. Fikrini də hətta. Burada da yenə fərqli məzmun ifadə eləyir. Sonra də yenə bağlayıcıdır. Burada da heç nə ola bilər. Bunlar heç biri uyğun gəlmir. Elə bir dənə A variantı, 17-də A variantı uyğun gəlir.
Gələk 18-ci testimizlə davam eləyək. Hansı cümlə yalnız baş üzvlərdən ibarətdir? Az düşünən çox danışar. Danışar kim? Az düşünən. Burada mübtəda da var, eyni zamanda zərflik də var. Zərflik də var. Ona görə bu getdi. Yalnız baş üzvlər istəyir bizdən. Sonra düşünmək özümüzlə söhbət etmək deməkdir. Özümüzlə söhbət etmək deməkdir. Bax, buradan bura qədər hamısı bir yerdə olur xəbər. Nə? Düşünmək. Bu da olur mübtəda. Yalnız baş üzvlərdən ibarətdir, elə B. Heç vaxt yıxılanın dostu olmaz. Yıxılanın dostu olmaz. Nə vaxt, nə zaman, heç vaxt. Burada zaman zərfliyi var. Yaxşı vərdişlər düşüncənin məhsuldur. Düşüncənin məhsuldur nə? Vərdişlər hansı yaxşı? Burada da təyin var. İnsan düşüncəsi okean qədər hüdudsuzdur. Hüdudsuzdur nə? İnsan düşüncəsi. Yalnız baş üzvlərdən ibarətdir. Fikri yanlışdır. Yalnız sözlərdən istifadə edilməsə, hansı sözlərdən istifadə edilməsə, cümlə yalnız qrammatik əsası yaradan hər iki üzvdən ibarət olar. Deməli, qrammatik əsası yaradan hər iki üzvdən ibarət olar deyirsə bizə, deməli, biz nə axtarmalıyıq bir dəqiqə? Hansı sözlərdən istifadə edilməsə, cümlə yalnız qrammatik əsası, yəni cümlə yalnız mübtəda və xəbərdən ibarət olmalıdır da, bizdən onu istəyir. Cismani gücsüzlük böyük düşüncələrə mane ola bilməz. Burada baxırıq ki, biz gücsüzlük sözü mübtədadır, biz bunu çıxa bilmərik. Mane ola bilməz, yəni ki, burada 5, 7-ni, 5 neçədir bu? 5, 6-dır deyəsən. Bunu da çıxa bilmərik, 5, 6, 7-ni çıxa bilmərik. Yəni, çıxa bilərik 1, 1-i, 3-ü, 4-ü ki, hansı ki, onlar ikinci dərəcəli üz kimi götürülə bilər də, hansısa məqamda. Tərkibində kəmiyyət zərfliyi işlənmiş cümlədir. Kəmiyyət zərfliyi. Həmyaşıtları arasında Xaliq kimi dostları var. Kəmiyyət zərfliyi. Deməli, baxaq bir də bura, dost var kim? Mübtəda. Nə var? Kim var? Dostları. Necə dostları? Nə cür dostları? Burada təyindir bu. Xaliq kimi dostları. Zərflik deyil. Həmyaşıtları arasında burada da tamamlıqdır. Vüqar da Seymur kimi üzür. Deməli, Vüqar da Seymur kimi üzür. Burada necədir? Üzür. Kim üzür? Vüqar. Vüqar da necə üzür? Seymur kimi üzür. Burada da kəmiyyət zərfliyi, tərkibində kəmiyyət zərfliyi işlənmiş cümlədir. Elə burada varmı da? Yəni görək bir dəqiqə necə? Yox, bu tərzi hərəkət zərfliyidir. Necə üzür? Burada da yoxdur. Çox qidalanmaq həmişə faydalı olmur. Faydalı olmur nə? Çox qidalanmaq həmişə də mübtədadır. Daha doğrusu həmişə də zaman zərfliyidir. Bizdən kəmiyyət zərfliyi istədiyinə görə bu da getdi. Burada sular bir qədər şəffafdır. Şəffafdır. Nə? Sular harada? Burada nə qədər? Bir qədər. Bu da yenə bu artıq miqdar zərfliyidir. Bir qədər, nə qədər? Kəmiyyət zərfliyidir. Belə kitabı çox adam oxumur. Burada oxumur, kim oxumur? Adam. Çox sözü burada təyindir. İsmə aid olduğuna görə burada təyin mövqeyindədir. Sualımızın cavabı oldu D variantı. Gələk növbəti 21-ci sualımızla davam edək. 21-də bizdən nə istəyir? Tamamlığın ifadə vasitələrinin ardıcıllığını müəyyən edin. Yalnız təcrübə bizə həyat nemətlərini qiymətləndirməyi öyrədir. Deməli, baxırıq, öyrədir. Nə öyrədir? Təcrübə. Kimə öyrədir? Bizə. Nəyi öyrədir? Həyat nemətlərini qiymətləndirməyi. Bizə deyir, nə ilə ifadə olunub? Deməli, birinci tamamlığımız ifadə olunub əvəzliklə, ikinci də ifadə olunub feili birləşməklə. Deməli, 21-ci sualımızın cavabı olacaq elə A variantı. Təyinlərin ifadə vasitələrinin ardıcıllığını bizdən istəyir. Təcrübə hər xəstəliyi müalicə edən dahi həkimdir. Deməli, yenə təcrübə, mübtəda, həkimdir, xəbər. Necə dahi hər xəstəliyi müalicə edən. Təyinlərin ifadə vasitəsi feili sifət tərkibi və dahi də sifət B bəndi. Deməli, 22-ci sualımızın cavabı olacaq B bəndi. 23 ilə davam eləyək. 23-də bizdən nə istəyir? Venn diaqramda fərqləndirilmiş sözlərlə bağlı doğruları istəyir bizdən. Fərqləndirilmiş sözlər öyrənmə insana heç bir yaş dövründə ar deyil. Burada deyil sözü verib. Gördüyümüz kimi deyil sözü verib. Burada da yenə gələsi deyil verib. Baxaq görək, deməli, ar deyil, orada da gələsi deyil. Görək nə yazır? Yazır ki, ismi xəbərin ifadə vasitəsinin tərkibindədir. Doğru fikir. Deməli, baxırıq ki, burada ar deyil, ar sözü isimdir, bəli. İsmi xəbərin ifadə vasitəsinin tərkibindədir, bu doğrudur. Amma gələsi deyil, bu lazım şəklinin inkarıdır. Bilirik ki, lazım şəklinin inkarı mamə ilə yox, deyillə düzəlir. Ona görə birinci fikir doğrudur. İkinci dərəcəli üzvün ifadə vasitəsinin tərkibindədir, bu yanlışdır. Hər ikisi xəbərin baş üzvün ifadə vasitəsinin tərkibindədir. Sonra,
Sonra. Müstəqil cümlə üzvüdür. Ar deyil, yaxud gələsi deyil. Yəni bunu biz müstəqil cümlə üzvü kimi əslində götürə bilmərik də. Yəni ümumiyyətlə götürə bilmərik. Bu deyil ayrıca burada müstəqil ola bilmir. Hərəkət bildirən sözə qoşulub. Bu ikincidə bəli, gələsi sözünə qoşulduğuna görə elə cavabımız olacaq 1 və 4. Nümunə ilə bağlı yanlışları istəyir bizdən. Yer üzündə ağıl qədər hörmətə layiq olan heç nə yoxdur. Heç nə yoxdur. Yanlışlar istəyir. Baş üzvlərin hər ikisi iştirak edir. Yoxdur, nə, heç nə. Mübtədadır. Baş üzvlərin hər ikisi iştirak edir. Bu doğru fikirdir. Cümlə üzvlərinin hamısı suala cavab verir. Yer üzündə ağıl qədər hörmətə layiq olan heç nə. Yoxdur, nə, heç nə. Deməli, baş üzvlərin hər ikisi iştirak edir dedik. Hə, cümlə üzvlərinin hamısı suala cavab verir. Bu yanlışdır. Yəni burada heç nə sözünə daha doğrusu heç nəyə vermək olur? Yoxdur sözü. Predikativ sözümüz var, xəbərimiz var bizim. Buna sual vermək olmur. Ona görə 2-ni götürürük yanlış fikir kimi. Sonra ilk söz baş üzvlərdən ibarətdir. İlk söz baş üzvlərdən ibarətdir. Yer üzündə ağıl qədər hörmətə layiq olan heç nə yoxdur. İlk sözü baş üzvlər demək buna necə olar? İlk söz. Bir dəqiqə. Baş üzvlər deyil də bu. Yer üzündə harada? Bu zərflik mövqeyindədir. Elə bilirəm 3 də səhv olacaq burada. Altından xətt çəkilən ifadə zərflik deyil. Bu da yanlış fikirdir. Burada elə bu 23-də. Daha doğrusu 24-də. Bu zərflik deyil, bu doğru fikirdir də. Bizdən yanlış istəyir. Burada bu hamısı bir yerdə təyinin tərkibindədir. Yer üzündə ağıl qədər hörmətə layiq olan. Yəni zərflik deyil də. Bu ifadə hamısı bir yerdə feili sifət tərkibinə daxildir. O da təyin vəzifəsindədir. Elə 2 ilə 3 olacaq 24-cü testimizin cavabı. Gələk 25-ci testimizə. 25-də bizdən nə istəyir? 25-də deyir ki, mübtəda və xəbər sxeminə uyğun olan cümlələri bizdən istəyir 25-ci testimizdə. Ağlın çevikliyi, gözəlliyi də əvəz edə bilər. Əvəz edə bilər. Nə? Ağlın çevikliyi, nəyi? Gözəlliyi. Yəni burada tamamlıq da var, bu olmaz. Ağlı alıb satmaq mümkün deyil. Mümkün deyil. Nə? Ağlı alıb satmaq. Burada yalnız bu sxemə uyğundur. Hər kəsin söylədiyinə kör-körana inanmaq cahillikdir. Cahillikdir nə? Xəbər. Hər kəsin söylədiyinə kör-körana inanmaq. Bu sxemdə ödəyir. 25-ci testimizdə 2-3 ödəyir. Cahil cahili görəndə sevinir. Cahil sevinir. Nə vaxt, nə zaman? Bu da zərflikdir. Bu da sxemə də uyğun gəlmir. Deməli 25-ci sualımızın da cavabı oldu 2 və 3. 26-cı sualımızla davam eləyək. 26-da bizdən nə istəyir? 26-da deyir ki, doğru fikirləri müəyyən edin. Kitabın unutdura bilməyəcəyi qəm-qüssə yoxdur cümləsi. Deməli, yoxdur cümləsi görək nəyə aiddir? Hə, yoxdur xəbərdir. Nə yoxdur? Qəm-qüssə. Hansı qəm-qüssə? Kitabın unutdura bilməyəcəyi qəm-qüssə. İndi bununla bağlı bizdən doğru fikirləri istəyir. Tamamlıq və xəbərdən ibarətdir. Xeyr, burada təyin var, mübtəda var, xəbər var. Ona görə 1 getdi. Tamamlıq mübtəda və xəbərdən ibarətdir deyir. Burada dediyimiz kimi tamamlıq, yox, təyin mübtəda xəbərdən ibarətdir. Bu da getdi. Təyin mübtəda xəbər, bəli, 3-cü sxemə uyğundur. 4-də deyir, söz birləşməsi ilə ifadə olunan cümlə üzvü ilə başlayır. Bəli, təyinimiz feili sifət tərkibi ilə başlayıb. Elə bu olacaq, elə cavabımız 3 və 4. Gələk 27-ci sonuncu sualımıza. 27-də deyir, uyğunluğu müəyyən edin. 27-də. Deyil sözü ismi xəbərin ifadə vasitəsinin tərkibindədir. Deyil sözü feili xəbərin ifadə vasitəsinin tərkibindədir. Müdrik çox bilən adam deyil, biliyi xeyirli olan adamdır. Burada 1-ə baxırıq ki, 1-ə deməli, müdrik çox bilən adam deyil. Burada ismi xəbərin tərkibindədir, ona görə 1-ə A gedəcək. Nadanlıq təklikdə qorxulu deyil, yenə B də gedəcək. Qorxulu sözü sifətdir. Yenə ismi xəbərin tərkibindədir. Sonra dayanmalı deyilsiniz. Burada dayanmalı deyilsiniz, bu vacib şəklindədir. Deməli, bu feili xəbərdədir. Kitab oxuyası deyilsən. Burada da oxuyası feili sifət şəkilçisidir. Daha doğrusu feilin lazım şəklinin şəkilçisidir. Bu da feili xəbərdir, D bəndi. Bu iş vacib deyil, vacibdir. Burada da sifətlə işlənib. Ona görə bu da olacaq 1-ə. Gedəcək 1-ə A, B, Y, 2-yə də C-dir. Yəni 27-ci sualımıza da baxdıq. Hələlik bu qədər. Sağ olun. Kanalımızı bəyənməyi, abunə olmağı unutmayın.